Dəyişən dünyada ənənəvi dəyərlər pozulur, məhv edilir. Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun gəlməyən halların müşahidə olunduğunu vurğuladı. O, ölkələrin müstəqil qərar qəbul etmə iqtidarında olmasının vacibliyinə də toxundu. Bildirdi ki, dövlətlər milli maraqlarını üstün tutmalıdırlar. Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzündən əziyyət çəkib. Türk Dövlətləri Təşkilatı qurulub. Hər il bu təşkilat güclənir. Qoşulmama hərəkatı aparıcı platforma kimi çıxış edir. Bu hərəkat BMT-dən sonra ikinci böyük təşkilat hesab olunur. Dünyada isə münaqişələr səngimir. Belə bir vaxtda Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir. Avropa İttifaqı dünya siyasətinin aparıcı qüvvəsinə çevrilmək üçün öz daxili prinsiplərini qlobal səviyyədə tətbiq etməlidir. Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç dedi ki, adı çəkilən təşkilat kompromisə əsaslanan mürəkkəb çoxtərəfli strukturdur və artıq bir çox çağırışlar qarşısında öz dayanıqlılığını sübut edib. Lakin Avropa İttifaqının qlobal proseslərdə aparıcı rol oynamağa hazır olub-olmadığı ilə bağlı sual açıq qalır. Hələlik Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının idarə etdiyi qatarda əlavə vaqon olaraq qalır. Lakin Amerika Birləşmiş Ştatları artıq bu rolu icra etmək istəmir və bunda maraqlı olmadığını bildirib. İndi Avropa İttifaqı liderlərinin qarşısında sadəcə başqalarının ardınca getmək deyil, qlobal qaydalar hazırlamaq və tətbiq etməyə başlamaq kimi ciddi bir vəzifə durur. Ukraynanın sülhə hamıdan çox ehtiyacı var, lakin əsas şərt budur ki, sülh xalqımızı sındırmamalıdır. Ukraynanın 3000 fondunun sədri Katerina Yushchenko isə vurğuladı ki, hökumət qəbul edilməz şərtlərə razı olsa belə, xalqı buna qarşı olacaq. Ukrayna xalqı demokratiyaya sadiqliyi ilə tanınır. Hətta ölkə prezidenti Volodymyr Zelenski bizə uyğun olmayan müəyyən kompromislərə getsə belə, biz sonadək mübarizə aparacağıq. Sülh yalnız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və milli kimliyinin qorunması şərti ilə mümkündür. Qeyd edək ki, 12-ci Qlobal Bakı forumunda bəşəri problemlər, çoxtərəfli diplomasiya, çoxqütblü dünya nizamı, Birləşmiş Millətlər Təşkilatının gələcək paktı, postmünaqişə dövründə bərpa quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradıb.